Hökumət 15 manat artım vəd edir. Bu bəs eləyirmi? Milli Məclisin komitələri bu günlərdə bir yerə yığışıb müzakirə ediblər ki, yaşayış minimumu gələn il 15 manat artırılsın. Yəni indi ölkə üzrə yaşayış minimumu 285 manatda, gələn il 300 manat ola bilər. Yaşayış minimumu yaşamaq üçün ən vacib olan şeyləri almağa bəs eləyən məbləğ deməkdir. Bu əsasən istehlak səbətindəki qida, qeyri-qida xidmətlərin orta bazar qiyməti əsasında hesablanır. Misal üçün deyim ki, hökumətin həmin o hesablamasına görə əmək qabiliyyətli şəxs ayda 2,7 kilo ət və ya ət məhsulu yeməlidir. Nal ətinin kilosunu ortalama 15 manatdan hesablasaq, bunun özü ilə aya 40 manat eləyir. İqtisadçı Natiq Cəfərli deyir ki, 300 manatla insan acından ölməyə bilər, amma minimum ehtiyac anlayışı da Azərbaycanda fərqlidir. Azərbaycanda istehlak səbətində kalorisi çox, amma qiyməti ucuz məhsullar daha çox yer alır. Məsələn, bizdə günə 270 qram çörək götürülür. Çünki qiyməti ucuzdur, amma kalori tərkibi çoxdur. Və yaxud da kartof, soğan, onların qiyməti ucuzdur, amma kaloriya tərkibi çox. Amma məsələn, yağ və yaxud da qırmızı ət çox az götürülür də kaloriya normalarına görə. Deyir, beynəlxalq praktikada isə istehlak səbəti 4 nəfərlik ailəyə görə hesablanır və bura təhsil, istirahət, səyahət xərcləri də əlavə edilir. Bu xərclər isə Azərbaycandakı istehlak səbətində nəzərə alınmayıb. Hazırda ölkədə Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi minimum istehlak səbətinin tərkibi qüvvədədir. Qanunla bir sıra nazirliklər və dövlət komitələri QHT-lərlə birlikdə minimum istehlak səbətinin tərkibini 3 ildən bir yenidən müəyyənləşdirməlidir və təkliflərini Nazirlər Kabinetinə təqdim eləməlidir. Ölkə rəsmiləri bildirib ki, minimum istehlak səbətinin tərkibinə baxılması üçün müvafiq işçi qrup fəaliyyət göstərir. Bu işçi qrup 2025-ci ildə səbətin tərkibinə yenidən baxacaq. Amma mən belə bir toplantının keçirilməsi, məsələyə yenidən baxılması ilə bağlı bir məlumat tapa bilmədim. Azərbaycanda iş günü olmadığından, hansısa yenilik olub olmaması ilə bağlı da rəsmilərin fikrini öyrənmək mümkün olmadı.